Ermənistanda seçki öncəsi həbslərin davam etdiyi hər birinizə bəllidir. Gümrük şəhərinin meri də bu siyahıya əlavə olunub. Vardan Qukasyanın tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Onlar merin saxlanılmasına etiraz ediblər. Lakin bunun baş nazir Nikol Paşinyanın planının bir hissəsi olduğu da bildirilir. Paşinyan strateji əhəmiyyət kəsb edən bu şəhərdə nəzarətini bərpa eləməyə mi çalışır? Buna dair sujetimiz var. Ermənistanda kütləvi həbslər davam eləyir. İndi də Gümrük şəhəri hədəfdədir. Xüsusi təyinatlılar şəhərdə əməliyyat aparıblar. Mer Vardan Qukasyan həbs olunub. Onun adı korrupsiyada hallanır. Merin saxlanılması isə xalqın etirazı ilə nəticələnib. Qukasyanın tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb. Əraziyə hüquq mühafizə orqanlarının əlavə qüvvəsi də cəlb edilib. Yerli media yazır ki, Gümrüdə kilsə zəngləri çalınır. Bunun həyəcan siqnalına işarə olduğu bildirilir. Meriyaya edilən baskının əvvəlcədən planlaşdırıldığı iddia olunur. Həmçinin baş nazir Nikol Paşinyanın ictimaiyyətin diqqətini keşişlərin həbsindən yayındırmağa çalışdığı da ehtimal edilir. Buna görə də hökumətin fərqli cəbhədən hücuma keçdiyi düşünülür. Müxalifətçilər bu addımların dövlətçiliyə qarşı istifadə olunduğunu deyirlər. Gümrüdə həyata keçirilən əməliyyat birmənalı şəkildə sıradan korrupsiya ilə mübarizə hesab edilə bilməz. Nəzərə alaq ki, daha öncəki seçkilərdə Gümrük Paşinyanın itkisi idi və müxalifət həmin şəhərdə qalib gəlmişdir. Bu əslində Paşinyanın Gümrüdə revanş cəhdidir. Bu həm də seçkilərə, yəni gözlənilən seçkilərdə Paşinyanın rəqibləri üzərinə həmləsi sayıla bilər. Paşinyanın bu istiqamətdə qəti addımları əslində reallıqdan doğan bir zərurətdir.